Murad bəy, zəhmət olmasa yaxınlaşın, hər vaxtınız xeyir olsun, xoş gördük sizi studiyamızda. Sabahınız xeyir olsun. Elə Murad bəy, istəyərdim yeni xəbərdən başlayaq. Donald Trump deyir ki, bizə təklif eləyiblər ki, Avropa İttifaqı liderləri ilə Zelenski, eləcə də Amerika Birləşmiş Ştatları nümayəndələri bir araya gəlsin və əvvəlcə müzakirə aparsınlar. Yəni, deyək ki, bu sülh planı ilə bağlı detallar danışılsın. Trump deyir ki, bilmir qəbul edib etməyəcək, çünki gözləmə mərhələsindədir ki, görək Avropalı liderlər ona nə təklif eləyəcəklər, hansı istəklə gələcəklər. Əlavə edilir ki, biz komandamızın vaxtının boşa getməsini istəmirik. Əslində, bir növ Avropalı liderlərlə görüşməmək üçün bəhanəyə də bənzəyir. Amerika Birləşmiş Ştatları lideri və komandası bugün Avropalı liderlərlə niyə görüşmək istəmir? Burada sırf hegemonluq məsələsidir, yoxsa digər nüanslar da var, təzyiq məsələsi də yer ala bilər. Şübhəsiz burada görüşməməyin əsas səbəbi ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü təkliflərlə Avropa Birliyinin nümayəndələri təkliflərin arasında həddindən çox ziddiyyətlər var və Amerika Birləşmiş Ştatlarının prezidenti bir gün çalışır, nəyin bahasına olsun, qısa bir müddətdə bu müqaviləni Ukrayna rəhbəri ilə imzalasın. Ona görə ki, onun da vaxtı məhduddur. O da baxmayaraq ki, seçki öncəsi dəfələrlə bir günə, 10 günə, 5 günə müharibəni dayandıracaqdım, amma ki, hələ ki, müharibə dayanmır və gələn il payızda Amerika Birləşmiş Ştatlarında həm senata, həm konqresə seçkilər olacaq və çox ehtimal ki, artıq bugünkü reytinqlər göstərir ki, konqresdə çoxluğu demokratlar əldə edə bilərlər və bu halda Donald Trump'ın bütün imkanları məhdudlaşacaq. Və yenə də qayıdaq sizin sualımıza, Avropa Birliyinin irəli sürdüyü şərtlər, bu şərtlər bilirsiniz ki, 28 bəndli sənədi artıq 20 bəndə endiriblər və orada çox güman ki, ən vacib elementlərdən biri ondan ibarətdir ki, Ukrayna tərəfi öz ərazilərini Rusiyaya könüllü şəkildə verməyəcək. Və bu, demək olar ki, bütün bu danışıqların içində ən əsas məsələlərdən biridir. Sonra da bir məsələ də var ki, hansına ki, Donald Trump'ın heç xoşuna da gəlmir. Bilirsiniz ki, ilkin razılaşmanın daxilində Avropada dondurulmuş vəsaitlərin Amerikanın bu ya və digər formada idarə edən fondun tərkibinə keçməlidir və s. Ona görə mən hesab edirəm ki, Donald Trump başa düşür ki, bu görüş heç bir nəticə verməyəcək. Bundan da əvvəl olmuşdu. Yadınızda hamısı yığılıb Ağ Evə getmişdilər. Və bu səfər də çalışır bu görüşdən yayınmağa. Yəni deyirsiniz ki, Amerika Birləşmiş Ştatları əslində belə bir görüşün keçirilməsinə lüzum görmür. Həm də Murad bəy, burada önəmli bir nüans var. Avropa İttifaqı nə istəyir bəllidir. Amerika Birləşmiş Ştatları da nəyə doğru irəliyir, o da məlumdur. Ukraynanın da burada müəyyən tələbləri var. Yəni Amerika Birləşmiş Ştatları lideri hesab edir ki, bu əslində zaman itkisidir. Doğrudur, danışmaq, hansısa bir nəticəyə gəlmək olar və Amerika Birləşmiş Ştatlarının mövqeyi də Avropanı bir mənalı şəkildə qane etmir. Hətta bir çox ölkələri qane etmir. Çünki işğala məruz qalana qarşı doğru münasibətin sərgilənmədiyi deyilir. Amma doğrudan da belə bir görüşün əhəmiyyəti varmı? Yəni Amerika Birləşmiş Ştatları öz istəyində, öz niyyətində israrlı dayanır. Avropalı liderlərlə görüşdən sonra dəyişmə imkanı varmı bu fikri? Az da olsa deyək. Bir mənalı demək çox çətindir. Bilirsiniz, burada əsas faktor o qədər də Avropanın fikirləri və ABŞ fikirləridir. Əsas faktor Ukraynadır. Və bundan əvvəl də siz süjetdə Ukraynada Amerika Birləşmiş Ştatlarının bu seçki ilə bağlı təkliflərini müzakirə edərkən, bilirsiniz, burada böyük bir səhv buraxılır. Ukraynanın bugün prezidenti Zelenskidir. Lap seçkilər olsa, lap prezident seçkisində Zelenski uduzsa, amma bu mümkün olan bir şey deyil. Bugünkü halda da prezident seçkiləri keçilsə, Zelenski udacaq. Bu bir. İkincisi, istənilən prezident Ukraynaya gəlsə, o, Ukraynanın torpaqlarını heç kəsə verə bilməz. Ukrayna üçün zaman itkisi yoxdur. Ukrayna bu günləri öz ərazi bütövlüyünün üstündə düşünür. Necə ki, vaxtilə Azərbaycan 30 il gözlədi və nəticə etibarilə öz ərazi bütövlüyündə suverenliyini təmin elədi. Bu baxımdan vaxt itkisi problemi Amerika Birləşmiş Ştatlarının prezidentidir.
O maraqlıdır ki, qısa bir müddətdə bu məsələni həll eləsin və Rusiya ilə nəzərdə tutduğu o iqtisadi layihələri həyata keçirsin, iqtisadi maraqlarını təmin eləsin. Baxın, görün, Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında danışıqları kimlər aparır? Əslində, bu Rusiya-Ukrayna müharibəsidir. Bunu ya diplomatlar aparmalıdır, hərbiçilər aparmalıdır, amma 2 dənə biznesmen. Yəni, buradan irəli gəlir ki, bu danışıqlar əsasında hansı məsələlər müzakirə olunur. Bu baxımdan mən hesab edirəm ki, Ukrayna bu mövqedən geri çəkilməyəcək və hələ də bu danışıqlar davam edəcək. Murad bəy, siz elə Ukrayna prezidenti Volodymyr Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması məsələsinə diqqət yetirdiniz. Belə bir ehtimal var, yəni az öncə bir ehtimalı səsləndirdim ki, ekspertlər iddia edirlər ki, Amerika Birləşmiş Ştatları prezidentinin də administrasiyasında hazırda məqsədi buna doğru yön alıb və Zelenski də deyir ki, biz əslində seçki keçirməyə hazırıq 60-90 gün ərzində. Elə Müdafiə naziri də deyir ki, burada bəzi şərtlər var ki, onlara əməl olunmalıdır. Bugün siz də deyirsiniz ki, seçki keçirilsə, elə Zelenski seçiləcək yenidən. O zaman Amerika Birləşmiş Ştatlarının planı nədən ibarət ola bilər ki, hesab edirlər ki, seçki keçirilməlidir, əgər növbəti dəfə Zelenski seçiləcəksə? Çinarə xanım, bir həftə bundan əvvəl biz burada müzakirə eləyərkən o 28 bəndli planla bağlı, o qabul olunmayanda siz mənə sual verdiniz ki, bundan sonra Amerika Birləşmiş Ştatları addımları nədən ibarət olacaq? Və mən xatırladım ki, burada Amerika Birləşmiş Ştatları Ukraynaya təzyiq eləməyə başlayacaq. Və bu seçkilərlə bağlı məsələ, bu bir təzyiq elementidir Ukrayna tərəfinə. Birincisi, Ukraynanın konstitusiyası ilə bu uyğun gəlmir. Ona görə ki, müharibə dövrü konstitusiya icazə vermir seçkilər keçirməyə. Bu bir. İkincisi, Avropa liderləri Ukrayna prezidentinə belə bir tövsiyələr eləyirlər ki, indiki mərhələdə Donald Trumpla münasibətlərimizi pozmayın. Ona görə çox güman ki, Ukrayna tərəfi də deyir ki, bəli, yaxşı, biz razıyıq keçirməyə. Amma bizə bu seçkilər keçirmək üçün təhlükəsizlik təminatı verin. Ümumiyyətlə, belə bir şəraitdə keçirilən seçkilərin heç bir nəticəsi olmayacaq. Əgər bu Rusiyanın iradlarından söhbət gedirsə ki, Zelenski qeyri-legitimdir, biz onunla heç nə imzalaya bilmərik və s. Seçkilər keçəndən sonra belə bir şəraitdə keçirilən seçkilərin legitimliyini şübhə altına almaq çox hasad məsələdir. Yəni, yenə də bəhanə ola bilər. Ona görə bu seçkilərlə bağlı məsələ yenə də deyirəm ki, bu Amerika Birləşmiş Ştatları tərəfindən irəli sürən növbəti bir təzyiqdir Ukrayna tərəfə. Bu vaxta qədər də müxtəlif təzyiqlər görmüşük və onlar heç bir nəticə verməyiblər. Hesab edirəm ki, bu təzyiq də heç bir nəticə verməyəcək. İstənilən halda Ukrayna tərəfi öz konstitusiyasını pozub geçsə bu seçkilərə, mən hesab edirəm ki, bir gün Ukrayna əhalisi səsi Zelenskiyə verəcək. Və alternativ namizədlər də yoxdur axı. Yaxşı, Amerika Birləşmiş Ştatları bunu deyir, Rusiya tərəfi bunu deyir. Ukraynada alternativ bir namizəd var, belə bir siyasi qüvvə var ki, döyüş vaxtı, müharibə vaxtı... Birinin adı çəkilir əslində. Kimin? Ukrayna daxilində olan generallardan və məsələn, Zaluzhninin adını çəkirlər. Zaluzhni günlər səfirdir və Zaluzhni, mən sizə əmin eləyim, bu şəraitdə heç vaxt öz namizədliyini irəli sürməyəcək. Budanovun adını çəkirlər. Kim başını yandırmaq istəyər ki? Heç kəs bu şəraitdə namizədliyini irəli sürməyəcək Zelenskiyə alternativ olaraq. Ona görə ki, bu günləri bu şəxslər, hətta mən sizə deyərəm ki, istər Budanov, istər Zaluzhni hakimiyyətə gəlsə belə, onların mövqeyi daha da sərt olacaq nəinki Zelenskinin. Ona görə ki, onlar hərbiçilərdir, döyüşlərdə iştirak etmiş insanlardır. Onların baxışı bu proseslərə daha da fərqlidir Zelenskidən. Bu qədər. Murad bəy, biz əlbəttə ki, bir neçə istiqamətdən danışdıq. İstəyərdim ki, xəritəyə də baxaq. Yenilənmiş xəritə üzərindən bəzi suallar da ünvanlayacağım sizə. Və elə Müharibə Tədqiqatları İnstitutunun bir araşdırması var. Qeyd olunur ki, bu ilin əvvəlindən Rusiyanın işğal etdiyi torpaqlar Ukraynanın ümumi ərazisindən heç 1% də təşkil eləmir. Yəni 1%-dən belə azdır. Və bu deməkdir ki, Ukrayna bu ilin əvvəlindən bu qədər az ərazi, daha doğrusu Rusiya daha az ərazi işğal eləyə bilibsə, nəyə güvənərək müharibəni davam etdirir? Yəni, növbəti mərhələdə də bu qədər, deyək ki, tısbağa yerişi ilə yeriyəcəklərsə, nəyə etibar edərək bu qədər insanın ölümünə razı olur Rusiya? Bu məsələnin kökündə bir çox versiyaları var, amma mən düşünürəm ki, bugünkü Rusiyanın rəhbəri artıq bu bəyan elədiyi öz məqsədlərindən, bilirsiniz ki, Ukraynanın ərazilərini rəsmi olaraq öz konstitusiyalarına daxil eləyiblər və s. Bu baxımdan
hal-hazırdakı vəziyyətdən geri çəkilmək, yəni o bəyan elədiyi məqsədlərə çatmamaq etirafıdır və əlbəttə ki, bu Rusiya daxilində müəyyən suallar yaradacaq, müəyyən problemlər yaradacaq. Bu baxımdan mən düşünürəm ki, bu gün Rusiyanın rəhbərliyi ona görə geri çəkilə bilmir. Amma onlar gözəl başa düşürlər ki, artıq hərbi yolla Ukraynada istədiyinə nail ola bilmirlər. Siz düz qeyd etdiniz ki, artıq bir ilin ərzində 1%-ə yaxın torpaq zəbt ediblər. Amma gəlin düşünək, bu torpağı alarkən hansı itkilərlə bunu alıblar? Nə qədər insan həyatı itirilib və bunun nəticəsində Rusiyanın iqtisadiyyətinə hansı ziyan deyib, hansı sanksiyalarla rastlaşıblar? Bunların hamısını tərəziyə qoyanda mən hesab edirəm ki, o tutulan ərazi heç də bu Rusiyanın apardığı itkilərlə uyğun gəlmir. Murad bəy, bir də istəyərdim ki, açıqlama var. Ukraynanın BMT-dəki nümayəndəsindən ərazi güzəştlərinə getməklə bağlı təzyiqlər hazırda Ukraynaya mövcuddur. Elə xəritə üzərindən də danışarıq. Bunu əvvəlcə onun açıqlamasına diqqət yetirək. Bizim ərazimiz və suverenliyimiz alver edilməməlidir. Milad bazarında deyilik, Rusiya Ukraynanın təslim olmasını və silahı yerə qoymasını istəyir. Cavabımsa belədir. Ukraynanı yox, Donat çuxurunu alacaqsınız. Rusiya cəzalandırılmalıdır. Rusiyanın müharibə aparan maşına dəstək verən bütün ölkələrə qarşı kütləvi ikinci dərəcəli sanksiyalar tətbiq etməyə çağırırıq. Murad bəy, bir də Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Avropaya yönəlik təhdidləri var. Onu da eşidək, paralel şəkildə müzakirə aparaq. Avropa qoşunları Ukraynada yerləşdirilərsə, Rusiya cavab verəcək. Özü də bu cavab artıq hazırdır. Avropa İttifaqı ümidsiz siyasi korluq içində Rusiyanı məğlub eləyə biləcəyi ilə özünü aldadır. Rusiya dondurulmuş aktivlərin müsadirəsinə də cavab verəcək. Biz atıla biləcək bütün addımlara cavab hazırlayırıq. Onu deyə bilərəm ki, Avropa Rusiyanın ehtiyatlarına bir səbəbə görə əl atır. Çünki onların döyüşü davam etdirmək üçün getdikcə daha az pulu qalır. Ukrayna tərəfi deyir ki, biz ərazi güzəştinə getməyəcəyik. Rusiya deyir ki, biz dondurulmuş aktivlərimizdən istifadəyə görə də Avropanı cəzalandıracağıq. Həm də özlərinin pulları yoxdur, ona görə bir növ bizim pulumuza əl atırlar. Sadə formada desək, bu iki açıqlamanın üzərindən yaranan mənzərəni istəyərdim ki, siz şərh eləyəsiniz. Həm də biz xəritəyə baxanda artıq doğrudan da bundan sonraki mərhələdə Ukraynanın ərazi güzəştlərinə getmək imkanı varmı deyə bir sual da yaranır. Birinci müsahibəni biz izləyəndə biz görürük ki, bu müsahibə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında aparılan bir müzakirədir və orada Ukraynanın Xarici İşlər Naziri müavinidir, o BMT-dəki nümayəndəsinin çıxışı, tam mətni həmən o binada yerləşən, o çıxış elədiyi otaqda, zalda çıxış eləyərkən həmən o BMT-nin bütün prinsiplərinə uyğundur. Ukrayna suveren dövlətdir və öz ərazi bütövlüyünü qorumaq onun borcudur və beynəlxalq qanunvericilik də ona dəstək verməlidir. O heç kəsə öz ərazilərini verməməlidir. Bax, bu Rusiya Xarici İşlər Naziri isə biz görürük ki, Rusiya tərəfi Avropa qoşunları Ukrayna ərazisində yerləşərsə, bu Ukraynanın və Avropanın özünün suveren işləridir. Onlar özləri bilərlər hansı qüvvələri öz ərazilərində yerləşdirməyə və s. Və burada biz görürük açıq aydın başqa dövlətin daxili işlərinə qarışmaq. Bu ciddi fərqlərdən biri. O ki, qaldı dondurulmuş vəsaitlərə. Əlbəttə ki, Avropa da başa düşür ki, bu günləri Ukrayna ərazisində o qədər ziyan deyilib və bu müharibə gec-tez bitəcək və bu ərazilər bərpa olunmalıdır. Əlbəttə ki, bu vəsait ki, orada var, o dondurulub və çox güman ki, nəticə etibarilə müharibə bitəndən sonra hansı danışıqlar olacaq, hansı razılaşmalar olacaq, ona görə o vəsaiti onlar nəzarətdə saxlayıblar ki, gələcəkdə o vəsaitdən istifadə olunsun ki, həmən o dağıdılmış ərazilər bərpa olunsun. Ona görə Rusiya tərəfi düşünməlidir ki, o əraziləri dağıdarkən onun bədəlini çəkəcək.
Murad bəy, siz də deyirsiniz ki, Rusiya bunun cavabını verməli olacaq, bir növ bədəlini də çəkəcək. Amma hazırda Rusiyanın ritorikası sanki daha rahat formadadır. Amerika Birləşmiş Ştatları prezidentinin xüsusilə də Zelenski ilə bağlı verdiyi açıqlamalar fonunda eləcə də biz daha Ukraynaya əvvəlki yardımı göstərməyəcəyik, Avropa İttifaqı bu məsuliyyəti üzərinə götürsün şəklində verilən həmin o açıqlamaların üzərindən. Bəs bundan sonra biz Rusiyadan daha sərtmi ritorikanı izləyəcəyik, yoxsa biraz yumşalmaya gediləcək? Yəni, indi danışıqlar masasında müəyyən sənədlər var deyə Rusiya bu ritorika ilə çıxış edir, yoxsa Birləşmiş Ştatlar liderinin ona verdiyi əminlikdən dolayı? Əlbəttə ki, Rusiya tərəfi görür ki, bugünkü vəziyyətdə Ukrayna tərəfi Amerika Birləşmiş Ştatlarının təkliflərindən yayınır, dirənir. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının prezidentinin bəyanatlarını eşidərkən əlavə olaraq bu informasiya vəziyyətindən istifadə edərək öz təbliğatını da həyata keçirirlər. Amma ritorika başqa bir şeydir, reallıq başqa bir şeydir. Reallıq ondan ibarətdir ki, artıq 4 ildir keçib və Rusiya tərəfi müharibə cəbhəsində ciddi nailiyyətlər əldə edə bilmir. Bax, bu əsas bir problemdir. O ki, qaldı Amerika Birləşmiş Ştatlarının köməyinə. Bilirsiniz, bu günləri Ukrayna o qədər də artıq Amerika Birləşmiş Ştatlarının əvvəlki köməyinə ehtiyacı yoxdur. Demək olar ki, hərbi sənaye kompleksi Ukrayna istifadə elədiyi silah sursatın 90%-nə qədər özləri istehsal edirlər. Qalan məsələlərdə Avropa tərəfindən dəstək olunur. Bəli, müəyyən bir silah növləri var, hansılar ki, Amerikada istehsal olunur, Patriot raketləridir və s. Amma bunu da nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatları artıq bunu istehsala başlayıb və o yardımın birbaşa olaraq maliyyə şəklində Ukrayna verilmir. O yardım həmən o zavodlara, müəssisələrə yönəlilir. Orada əlavə iş yerləri açılır və s. Bunlar hamısı Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı üçün xeyir gətirən bir sahələrdir. Yəni, onu da məhdudlaşdıra bilməz Amerika Birləşmiş Ştatlarının prezidenti. Murad bəy, təşəkkürümüzü bildiririk sizə. Minnətdarıq studiyamıza gəldiyinizə görə fikirlərinizi bildirdiyiniz üçün. Çox sağ olun.